Herkese salam. Bugün sizlerle birlikte 7 dekabr tarixində keçirilmiş OTK sınavının həllərinə baxacağıq. Vaxt itirmədən sualımıza keçək. 31-ci sual. X oxu üzrə hərəkət edən cismin impulsunun proyeksiyasının zamanı nasıl qrafiki verilmişdir? Hansı ifadələr doğrudur? Baxın, hərəkəti görsək, deyirik ki, P-nin T-dən asılılıq qrafiki bu şəkildə verilibsə, biz bilirik ki, bu cisim X oxu istiqamətdə yeyinləşən hərəkət icra edib. Yəni V-si müsbətdir, eyni şəkildə A-sı da müsbətdir. Deyir, əvəzləyici qüvvə 0-a bərabərdir. Xeyr, əgər cisim yeyinləşən və yaxud da yavaşlayan hərəkət edirsə, əvəzləyici qüvvə 0-dan fərqli olur və təcil sabit qalır. Kinetik enerji dəyişmir. Xeyr, kinetik enerji o zaman dəyişməz ki, bizim sürət sabit qalsın, lakin bizdə sürət artır. Yəni cisim yeyinləşən hərəkət edir, ona görə B də səhvdir. Əvəzləyici qüvvə x ox istiqamətdə yönəlib, bəli, C variantı doğrudur. Çünki baxırıq ki, təcilimiz x ox istiqamətdədir, müsbətdir. Ona görə də əvəzləyici qüvvə də x ox istiqamətdə yönəlib. Cisim x oxunun əksi istiqamətdə hərəkət edir, bu səhvdir. Qrafikdən də görünür ki, x ox istiqamətindədir. Cisim bərabər yavaşlayan hərəkət edir, xeyr. Bayaq dedik ki, cisim yeyinləşən hərəkət edir. Ona görə düzgün cavab variantımız olur, C variantı. 32-ci sualda yayın ucuna tətbiq olunan qüvvəni 2 dəfə artırdıqda yayın sərtliyi necə dəyişər? Sərtlik K bərabərdir F bölünsün X və yaxud da SY bölünsün L0 ifadəsi ilə təyin olunur. Buradan baxırıq ki, deməli, ümumiyyətlə K F-dən və X-dən asılı deyil. Baxmayaraq ki, F bölünsün X-dən biz təyin eləyə bilərik, hətta onun vahidini də biz F bölünsün X-dən, yəni Hooke qanunundan təyin eləyə bilərik. Lakin K-nın asılı olduğu kəmiyyətlər bir yayın deməli, en kəsiyin sahəsi, yəni S, Young modulu və L0, yəni başlanğıc uzunluqdur. Ona görə də biz qüvvəni 2 dəfə artırsaq belə, 5 dəfə artırsaq, 15 dəfə də artırsaq, yayın sərtliyi qüvvədən asılı olmadığı üçün dəyişməyəcək. 33-də deyir ki, hansı halda liftdəki oğlanın çəkisi sükunət çəkisindən böyükdür? Cisim əgər sükunətdədirsə, sükunətdəki çəki P bərabərdir mc-dir. İndi biz mc-dən daha böyük olan bir çəki axtarmalıyıq. Deyir, lift yuxarıya yeyinləşən hərəkət etdikdə. Yuxarıya doğru cisim yeyinləşən hərəkət edirsə, onda çəki artır. P bərabər olur mc üstəgəlsin A. Deməli, yuxarıya yeyinləşən hərəkət doğrudur. Aşağıya yavaşlayan hərəkət. Aşağıya yavaşlayan hərəkətdə də m bərabərdir J plus A olur yenə. Ona görə aşağıya yavaşlayan hərəkətdə də bizim çəki artır. Yuxarıya bərabər sürətli hərəkətdə xeyr, yuxarı istəyir, aşağı bərabər sürətli hərəkət olsun. Hər iki halda və sükunətdə çəki mc olur. Aşağı yeyinləşən hərəkət etdikdə, aşağı yeyinləşən hərəkətdə isə deməli P bərabərdir mc çıxılsın A olur. Yəni çəki azalır. Ona görə də 3 və 4 səhvdir. Bunların içərisində 1 və 2 doğru cavabda olur D variantı. 34 deyir, hansı qrafik açıq su hövzəsinin dərinliyində tam təzyiqin dərinlikdən asılılığını ifadə edir? Tam təzyiq biz bilirik ki, əgər ağzı açıq qabdırsa və yaxud da ağzı açıq su hövzəsi dedikdə göl, dəniz və s. nəzərdə tutulur, hovuz nəzərdə tutulur, belə ola bilər. P0 üstəgəlsin ρh ifadəsi ilə təyin olunur. P0 burada nədir? Təbii ki, P0 atmosfer təzyiqidir. ρh isə mayenin dibə, yəni dərinliyə təsir göstərdiyi təzyiqdir. Onda belə çıxır ki, pH-dan necə asılı olacaq? pH-dan düsturdan da görünür ki, düz mütənasib asılıdır. Lakin müəyyən bir P0 dəyərindən düz mütənasib asılı olacaq. Ona görə də düzgün cavab variantımız olacaq C variantı. 35-də deyir ki, ipə bağlanmış cisim harmonik rəqs edir. Cismə hansı qüvvələr təsir göstərir? Baxın, belə bir fərz eləyək ki, ipdir. Bu ip ətrafında cisim bu şəkildə tarazlıq vəziyyətinin ətrafında daim təkrarlanan hərəkət edir, yəni rəqsi hərəkət edir, sanki bir riyazi rəqqasdır. Və bu zaman əlbəttə ki, bu cismə müəyyən kütləsi olduğu üçün və yer səthində olduğu üçün müəyyən bir mc qədərlik ağırlıq qüvvəsi təsir göstərir. Digər tərəfdən bu ağırlıq qüvvəsi ipdə bir gərilmə yaradır. Ona görə də deyə bilərik ki, bütün hərəkət boyunca bu T, burada da mc mütləq şəkildə bu cismə təsir göstərəcəkdir. Deməli, həm ipin gərilmə qüvvəsi, həm də ağırlıq qüvvəsi. 36-da deyir, bir-birinə iplə bağlanmış cisimlər çəkisiz yerdən asılmışdır. İpdəki gərilmə qüvvəsinin yayın elastiklik qüvvəsinə nisbətini tapın. Baxın, burada aşağıya doğru hər iki cismin M2J, birinci bu cismin M1J qədərlikdə digər cismin ağırlıq qüvvəsi var. Digər tərəfdən bu cisimlər yayı aşağıya doğru hərəkət edir, aşağıya doğru gərir və gərilmə nəticəsində əks istiqamətdə bir elastiklik qüvvəsi yaranır. Onda deyə bilərik ki, bu elastiklik qüvvəsi aşağıdakı 2 dənə ağırlıq qüvvəsinin hesabına yaranmış olur. Ona görə də yazıram M1J üstəgəlsin M2J. Digər tərəfdən biz burada cisimlərin iplə bağlandığını deyir bizə.
onda bu o deməkdir ki, burada əlavə olaraq bir ipdə gərilmə qüvvəsi də yaranır. Bu ipdəki gərilmə qüvvəsini mən birinci cisim üçün də yaza bilərəm, ikinci cisim üçün də yaza bilərəm. Əgər ki, baxın, birinci cisim üçün yazıramsa, burada T qədərlik gərilmə yaranır. Bu T qədərlik gərilmə qüvvəsi aşağıya doğru olan M2J ilə tarazlaşır sanki. Buna görə də deyirəm, T də bərabərdir M2J bu şəkildə. Hər ikisinin nisbətini bizdən soruşur. Deməli, gərilmə qüvvəsinin elastiklik qüvvəsinə nisbəti, yəni T-nin F-ə nisbəti, F elastikliyə nisbəti M2J bölünsün M1 plus M2 vurulsun J. J'lər ixtisar getsə, M2-nin qiyməti 0,1, 0,4 üstə gəlsin 0,1. Bura eləyir 0,1 bölünsün 0,5. Bu da eləyir 5də 1, yəni 0,2 olur D variantı. 37-dir. Əgər cisim mayenin səthində üzürsə. Elə bil ki, bizdə belə qab var. Qab ağzına qədər maye ilə doludur. Mayenin içərisində də bir cisimdir, səthində üzür. Deyir ki, cismin sıxlığı mayenin sıxlığından böyükdür. Əgər ki, cismin sıxlığı mayenin sıxlığından böyük olsa, yəni rho cisim böyük olsa rho mayədən, bu o deməkdir ki, bizim cisim gəlib bax burada mayenin dibində olmalıydı ki, buna da deyəcəkdir ki, cisim mayədə batıb. Amma mənə deyir ki, səthində üzür. Səthində üzürsə, deməli, bu o deməkdir ki, cismin sıxlığı mayenin sıxlığından daha kiçikdir ki, cisim səthdə üzür. Ona görə bizdən doğru ifadələri istədiyinə görə 1-i atıram. 1 doğru ifadə deyil. Sonra deyir, cismə təsir göstərən ağırlıq qüvvəsi Arximed qüvvəsinə bərabərdir. Bəli, əgər ki, cisim mayenin səthində üzürsə, bu zaman onun Arximed qüvvəsi elə cismin mg-sinə, yəni ağırlıq qüvvəsinə bərabərdir. Ona görə 2-ni düzgün cavab kimi götürə bilərəm. Cismin çəkisi burada deyir 0-a bərabərdir. Ümumiyyətlə, cismin mayədəki çəkisi burada daha dəqiq verə bilərdi ki, cismin mayədəki çəkisi 0-a bərabərdir. Mayədəki çəki havadakı çəkidən Arximed qüvvəsi qədər daha azdır. Onda mən gətirib P0-ın yerinə mg olduğunu bilirəm. Yəni, cismin havadakı çəkisi elə mg-dir. Arximed də mg-yə bərabərdirsə, çıxanda yerdə qalır 0. Ona görə cismin çəkisi 0-a bərabərdir. Deməli, bu da düzgün cavabdır. Onda olur 2 ilə 3 C variantı. 38 deyir ki, tərpənən blokla qaldırılan cismin potensial enerjisinin dəyişməsinin ipin sərbəst ucunun yerdəyişməsindən asılıq qrafiki verilmişdir. Cismin kütləsini tapın. Deməli, tərpənən blokdur. Biz bilirik ki, tərpənən blok qüvvədə 2 dəfə qazanc verir. Ona görə tərpənən blokda ipin deməli, bu getdiyi məsafə, yəni yer dəyişməsi 2 dəfə yükün yer dəyişməsindən daha böyükdür. Mənə burada qrafikdə ipin yer dəyişməsini verib 80 sm. Onda H yükü tapsam, H yük buradan məlum olur ki, H ip bölünsün 2-dir. H ipi də verib 80, 80 bölünsün 2-dən, bu eləyəcək 40 sm. 40 sm-də metrə çevirəndə olur 0,4 metr. İndi potensial enerjinin dəyişməsi isə yükün potensial enerjisindən söhbət gedir də. MGH yükdür. Məndən nəyi soruşur? Məndən soruşur ki, cismin kütləsini tap, yəni yükün kütləsini tap. M də bərabərdir, delta Y potensial bölünsün, H vurulsun J. Y potensialı verib qrafikdə 20-dir, 20 bölünsün, H-ımız 0,4, J də 10 qəbul edirik, eləyir 5 kg. D variantı. 39-da deyir, maddi nöqtə çevrə üzrə saat əqrəbi istiqamətində bərabər sürətlə hərəkət edir. A nöqtəsində sürət və təcilin istiqamətini müəyyən edin. Biz bilirik ki, cisim çevrə üzrə hərəkət edirsə, sürət çevrəyə toxunandır, çevrənin ixtiyar bir nöqtəsində çevrəyə toxunandır. Təcil isə çevrənin mərkəzinə doğru yönəlir və buna görə də biz ona mərkəzə qaçma təcili də deyirik. Yəni, deyir ki, cisim saat əqrəbinin istiqamətində fırlanır. Bu istiqamətdə cisim fırlanırsa, onda verilmiş A nöqtəsində, baxın, belə gəlir. Fırlanır. A nöqtəsində bu sürətin istiqaməti yuxarıya doğru. Təcil isə mərkəzə doğru olacaq. Bu A-dır, bu da V-dir. Deməli, V yuxarı, A mərkəzə doğru. Düzgün cavab olur. Buradakı 3 baxın olur. Deməli, B variantı. 40-da deyir, enə dalğanın dalğa uzunluğu 6 metrdir. Rəqslərin tezliyi 8 Hz olarsa, dalğanın yayılma sürətini tapın. Deməli, lambdanı bizə verib 6. Rəqslərin tezliyi nünü də verib bizə 8. Dalğanın yayılma sürəti. Dalğa uzunluğu ümumiyyətlə V bərabərdir, lambda bərabərdir. V vurulsun böyük T və yaxud da V bölünsün nü ifadəsi ilə təyin olunur. Buradan dalğanın sürətini tapsam, V bərabər olur, lambda vurulsun nü. Lambdamız 6, nüyümüz 8. Eləyəcək 48 metr bölünsün saniyə. A variantı.
Deyir ki, yer ətrafında dövr edən süni peyk yerə daha yaxın orbitə keçdikdə nə baş verir? Bax, məsələn, bura olsun, tutaq ki, yer kürəsidir. Yer kürəsinin ətrafında da orbitlər olsun. Bu 1, bu 2, bu 3 və s. Bu orbitlərdə də cisim burada tutaq ki, peyk buradadır, gəlir buradakı orbitə. Yəni, məsələn, 3-cü orbitdən keçir 1-ci orbitə. Aradakı məsafə nə olur? Təbii ki, burada azalır. R-imiz azalır. R azalırsa, J bərabərdir, Jm bölünsün R-in kvadratına görə. R azalırsa, J-nin qiyməti artmalıdır. Yəni, J nədir? Təcildir. Təcilin qiyməti deməli artır. Digər tərəfdən, təcil artırsa, onda sürətin də qiyməti artmalıdır. Bir digər tərəfdən isə T perioddan söhbət gedirsə, period Kepler qanununa görə R kökaltı R ilə mütənasibdir. Onda R azalırsa, deməli T-nin də qiyməti azalır. Ona görə, baxın, burada dövrətmə periodu dəyişməz, səhvdir. İmpulsun qiyməti deməli artar. Niyə görə? Çünki baxın, burada V-nin qiyməti artır. Düzgün cavab olur B variantı. Mərkəzi qaçma təcil azalar, xeyr, təcil artmalıdır. Sürət azalar, səhvdir. Sürət dedik ki, artır. Kinetik enerji azalar, sürət artırsa, Y bərabərdir, mv kvadratı bölünsün 2-yə görə, onda kinetik enerji də artmalıdır. Düzgün cavab olur B variantı. 42-də deyir ki, hansı ifadələr doğrudur? Bizdən doğruları istəyir. Deyir, ağırlıq qüvvəsi həmişə müsbət olur. Ağırlıq qüvvəsinin həmişə müsbət olduğunu iddia eləyə bilmərik. Ağırlıq qüvvəsinin işi, məsələn, əgər cisim üfüqi səthdə hərəkət edirsə, mg bu şəkildə yönəlir. Bilirik ki, V də tutaq ki, bu istiqamətdə və yaxud da bu istiqamətdədirsə, onda mg hərəkət istiqamətinə perpendikulyar olur və biz də bilirik ki, perpendikulyardırsa, onda görülən iş sıfıra bərabər olmalıdır və yaxud da mail müstəvinin üzərindədir. Tutaq ki, cisimimiz buradadır, mg aşağıdır. Cismin hərəkət istiqaməti isə yuxarıdır. Baxın, burada aradakı bucağa fikir verirsinizsə, hətta burada deyə bilərik ki, biz ağırlıq qüvvəsinin işi mənfidir. Ona görə həmişə müsbətdir demək düzgün deyil. 1-i atırıq. Elastiklik qüvvəsi konservativ qüvvədir. Bəli, elastiklik qüvvəsi konservativdir. Sürtünmə qüvvəsinin qapalı trayektoriyada gördüyü iş sıfıra bərabərdir. Xeyr, bu da doğru cavab deyil. Ona görə doğru cavab olur yalnız 2, Y variantı. 43. Avtomobil mühərrikinin gücünün sabit qiymətində dartı qüvvəsi 2 dəfə azalarsa, avtomobilin kinetik enerjisi. Baxın, deyir ki, gücün sabit qiyməti. Avtomobil mühərrikinin gücü N bərabərdir, F vurulsun V-dir. Gücü sabit saxlayıram. Dartı qüvvəsi ilə onda, buradakı F dartıdır da, dartı qüvvəsi ilə onda sürət bir-biri ilə tərs mütənasib asılıdır. Mən dartı qüvvəsini 2 dəfə azaltdım. Dartı qüvvəsi 2 dəfə azalırsa, onda sürət məcburdur ki, 2 dəfə artsın. Sürət də 2 dəfə artırsa, onda Y kinetikin düsturu da nədir? mv kvadratı bölünsün 2-dir. Birbaşa sürətdən asılıdır, o da kvadratı ilə düz mütənasib asılıdır. Sürəti mən 2 dəfə artırıramsa, onda kinetik enerji 4 dəfə, yəni kvadratı dəfə artmalıdır. Düzgün cavab olur B variantı. 44-də deyir ki, x oxu üzrə hərəkət edən cismin sürətinin proyeksiyasının zamandan asılıq qrafiki verilib. 0t5 zaman müddətində cismin hərəkət istiqaməti neçə dəfə dəyişib. V-nin t-dən asılıq qrafiki verirsə və bizdən hərəkət istiqamətinin dəyişməyini soruşursa, qısa olaraq, yəni tez bir zamanda bunu tapmaq üçün qrafikin zaman oxunu kəsdiyi nöqtələrə baxsaz kifayət eləyəcək. Baxın, burada qrafik zaman oxunu 1 və 2. 2 dəfə kəsib, deməli onda hərəkət istiqamətini də 2 dəfə dəyişibdir. Yox, əgər bunu istəmirsinizsə, onda təbii ki, hərəkəti ayrı-ayrı hissələrini oxumaq lazımdır. Məsələn, 0-T1 aralığında cisim x oxu istiqamətdə, T1, T2 aralığında yenə x oxu istiqamətdə, T2, T2-dən T3-ə qədər burada artıq fikir verirsinizsə, birinci hissədə x oxu istiqamətdə, ikincidə x oxunun əksinədir. Ona görə bir dəfə burada dəyişib. Digər T3-dən bu hissəyə gələnə qədər, baxın, burada x oxu əksinə, bu hissədə isə x oxu istiqamətdədir. Deməli, onda bir dəfə də burada dəyişib. Daha sonra isə bu hissədə isə, yəni T4, T5 aralığında yenə x oxu istiqamətində hərəkət edib. Onda deyə bilərik ki, buradan görünür elə 2 dəfə hərəkət istiqamətini dəyişibdir. 45-də tirciyi 12 Newton qüvvə ilə dartdıqda 4 metr bölünsün saniyə kvadrat təcil alır. Onun üzərinə kütləsi 1 kiloqram olan cisim qoyaraq həmin qüvvə ilə dartdıqda hansı təcili alar? Gəlin bir bunun şəklini çəkək. Deməli, baxın, burada elə bil ki, bir dənə cisimdir səth üzərində. Bax, belə bir cisimdir səth üzərində. Bunu dartırlar 12 Newtondan. Bir M kütləli bir cisimdir. 12 Newtondan dartır və 4 metr bölünsün saniyə kvadrat təcil alır. Gəlin bir kütləsini tapaq biz buradan. F bölünsün A-dan.
12 bölünsün 4. Bu eləyəcək 3 kiloqram. Deməli bizim bu cisimimizin kütləsi 3 kiloqram imiş. Sonra bunun üzərinə bir dənə də 1 kiloqram kütləli cismi qoyur və deyir ki, həmin qüvvə ilə dartırıq. Deməli ümumilikdə bizim kütləmiz nə qədər olur? 3 plus 1-dən eləyir 4 kiloqram. Yenə eyni qüvvə ilə 12 newton olduğunu qəbul etsək, təcilimizi tapırıq. Deyir nə qədər təcillə hərəkət eləyər? 12 bölünsün 4-dən eləyəcək 3 metr bölünsün saniyə kvadratı. D variantı. 46-da deyir ki, Eyler-Venn diaqramına uyğun bəndləri göstərin. Deyir, şaquli dəmir lövhəyə yapışdırılmış kütləsi 300 qram olan maqnit F qüvvəsini tətbiq etməklə bərabər sürətlə hərəkət etdirilir. Deməli, bərabər sürətlə hərəkət etdirilir. Maqnitlə lövhə arasındakı sürtünmə misalı 0.4 və maqniti lövhəyə sıxan qüvvə 15 newtondur. İndi gəlin belə eləyək. Burada bizim cismə aşağıya doğru F var, bir dənə də mg'si var. Bu cisim sistem bərabər sürətlə hərəkət etdirilir. Deməli, cisim aşağıya doğru dartılırsa, bunun əksinə bir dənə sürtünmə yaranacaq burada. Cismin həmçinin burada səthə sıxan bir qüvvə var, F təzyiq qüvvəsi. Əks istiqamətdə də ona reaksiya qüvvəsi təsir göstərir. İkincini də eyni şəkildə qüvvə diaqramını çəksək, deməli, burada yenə aşağıya doğru mg'miz var. Sistem yuxarıya hərəkət edirsə, deməli, burada sürtünmə aşağıya doğru olacaq. Yenə burada F təzyiq var səthə doğru, bir də əks istiqamətdə N var. İndi gəlin hesablayaq. Deməli, bizim sistem bərabər sürətlə hərəkət etdirilir, düzdürmü? Onda mən belə eləyərəm. Sürtünmə qüvvəsini məndən soruşur ki, sürtünmə qüvvəsi 6 newtondur. Baxın, F-in qiyməti bilinmir nə qədərdir. Sürtünmə qüvvəsi F təzyiq vurulsun nüdür də. F sürtünmə. F təzyiqimiz buradan N-ə bərabərdir. Onda belə eləyə bilərik bir dəqiqə. Səthə sıxan qüvvəni verib, 15 verib. 15 vurulsun, mühümüz də 0.4. 0.4. Mən buradan F sürtünməni onda tapa bilərəm ki, F sürtünmə deməli, burada eləyəcək 6 newton. Deməli, birinci halda F sürtünmə 6 newtondur. Elə ikinci halda da F sürtünmə 6 newtondur. Deməli, bu F sürtünmənin 6 newton olması hər iki hala uyğundur. Deməli, üçüncüyə, yəni hər ikisinə uyğun gəlir 1. Bura yazaq ikinci, burada yazaq birinci. Daha sonra məndən nəyi soruşur? Tətbiq olunan F qüvvəsi deyir 9 newtondur. Bax, sürtünməmiz var 6-dır. İndi gəlin birinci hala tətbiq eləyək. 6 bərabərdir. F üstə gəlinsin. Kütləmiz nə qədərdir? 300 qram, yəni 0.3. 0.3 vurulsun 10. F-i buradan tapırıq ki, 3 newtondur. Deməli, F-in 3 newton olduğu hal hansıdır? Birinciyə uyğundur. Deməli, mən bunu yazacağım birinciyə. Birinciyə gedir 3. İkincini tapsam, deməli, F bərabərdir. Bu dəfə F sürtünmə üstə gəlinsin, mg olur ikinci üçün. Onda F-i tapanda buradan 6 plus 3 eləyəcək 9 newton. Bəli, bu da uyğun gəlir ikinciyə. Daha sonra lövhənin maqnitə göstərdiyi reaksiya qüvvəsi 15 newtondur. Elə səthə sıxan qüvvə burada hər ikisində görürük ki, səthə sıxan qüvvə elə reaksiya qüvvəsi ilə burada görürsüz tarazlaşır. Onda səthə sıxan qüvvə 15 newtondursa, demək ki, reaksiya qüvvəsi də 15 newtondur. Bu da hər ikisinə uyğundur. 4-ü də yazırıq bura, yəni hər ikisinə. Maqnitin təcili 0-a bərabərdir. Bəli, təcil 0-a bərabərdir. Niyə görə? Çünki sistem baxın burada yazıb ki, bərabər sürətlə hərəkət edir. Biz də bilirik ki, bərabər sürətli hərəkətdə V konstantdırsa, onda sistemin təcili 0-a bərabər olmalıdır. Ona görə 5 də uyğun gəlir hər ikisinə. Bu şəkildə uyğunlaşdırıb yaza bilərsiniz. 47. MV0 kvadratı bölü 2 çıxılsın, P kvadratı bölünsün 2M. Şaquli yuxarı atılmış M kütləli cism üçün hansı fiziki kəmiyyətə uyğun gəlir? Baxın, bu MV0 kvadratı bölünsün 2 bizdə tam enerjidir. Bilirik də bunu. P kvadratı böl 2 isə, 2M isə Y kinetik ifadəsidir. Deməli, tam çıxılsın Y kinetik bizə nəyi verir? Təbii ki, potensial enerjini. Hətta deyərdik ki, daha dəqiq olsun ki, potensial enerjinin ani qiyməti. Olur D variantı. Daha sonra 48-də deyir ki, bir vahid açılışıdır. Deməli, watt vurulsun, saniyənin kubu bölünsün metrin kvadratı. Mən bu wattı yazaram, joule bölünsün saniyə, vurulsun saniyənin kubu, bölünsün metrin kvadratı. Saniyə ilə saniyənin biri gedər. Qalar joule vurulsun saniyənin kvadratı, bölünsün metrin kvadratı. Joule'un özünü də əsas vahidlərlə açsam, kiloqram vurulsun metr kvadrat vur saniyə kvadratı, bölünsün saniyənin kvadratı, vurulsun metrin kvadratı. Saniyə kvadratlarına metr kvadratlar gedir, qalır kiloqram. O da kütlənin vahididir.
Deyir, sıxlığı məlum olan bərk cismin həcmini hansı cihazdan istifadə etməklə təyin etmək olar? Bax, həcmini deyir və sıxlığı da deyir, məlumdur. Sıxlığın düsturu rho bərabərdir, m bölünsün v-dir. Buradan v-ni tapsam, m bölünsün rho olur. Deməli, mənə əgər sıxlığı bilirəmsə, həcmi təyin etmək üçün bir dənə kütləni tərəzi ilə ölçmək kifayətdir. 50-də deyir ki, O nöqtəsi ətrafında fırlana bilən perpendikülər şəkildə əyilmiş çəkisiz çubuğun, bax, çəkisiz deyir, çəkisiz çubuğun B nöqtəsindən çəkisi 120 Newton olan yük asılmışdır. Yükü tarazlıqda saxlamaq üçün A nöqtəsinə tətbiq olunan F qüvvəsinin modulunu tapın. Bax, deməli, bizim dayağımız O nöqtəsidir, düzdür, bax, buradır da. Gətir, mən dayağı qoyuram bura, bax, bura, daha dəqiq olsun deyə. Elə bil ki, bu F qüvvəsi bunu dayaq ətrafında sadə əqrəbinin əksinə, bu B-dən asılmış cismin P çəkisi isə bunu sadə əqrəbinin istiqamətinə fırlatmağa çalışır. Onda mən momentlər qaydasını tətbiq eləyə bilərəm burada. Momentlər qaydasını tətbiq eləmək üçün də bu qüvvələrin qollarını bilməliyəm. Fikir ver, burada F qüvvəsinin qolu dayağa qədər olan perpendikülər məsafədir də, ən qısa məsafə. Bax, dayaq O'dur, F-ə qədər ki, ən qısa məsafədə bax, buradır, düzdürmü? Yəni, OA parçasının uzunluğudur. OA parçasını mənə qədər verib? 80 sm verib. Bəs P-nin qüvvə qolu nə qədərdir? Dayağa qədər ki, ən qısa məsafə, bax, buradır. Yəni, OB parçası. Burada 20 cm-dir. Onda yazıram, F vurulsun 80 bərabərdir. 120 vurulsun, nə qədər? 20. Çevirməyə ehtiyac yoxdur, çünki bu 80 ilə 20 özü aparır bir-birini. Qalır 4, F-ə də düşür 30 Newton. Y variantı. Deyir 51-də ki, planetin səthindən H bərabərdir R hündürlükdə qravitasiya sahəsinin intensivliyi hansı ifadə ilə müəyyən olunur? J bərabərdir, normalda J bölünsün R plus H-ın kvadratıdır, düzdür. Gətirəm yerinə yazıram, J-in bölünsün R üstə gəlinsin, H-ın qiyməti R-dir, kvadratı. Alınır J-in bölünsün 2R-in kvadratı, J-in bölünsün 4R-in kvadratı. Olur Y variantı. 52. Çox üzrə hərəkət edən cismin hərəkət tənliyi bu şəkildə verilmişdir. Nə qədər müddətdən sonra cisim koordinat başlanğıcından keçər? Bax, koordinat başlanğıcından keçər nə deməkdir? Koordinatı 0 olsun da, bunun son koordinatı 0 olsun. Mən bu tənliyi bərabərləşdirəcəm 0-a. T kvadratı üstə gəlsin 2T çıxılsın 35 bərabərdir 0. Buradan Viet teoremi əsasında T1, T2 bərabərdir. Deməli, T1, T2 yəni hasili bizə verməlidir mənfi 35. T1 ilə T2-nin cəmi isə bizə verməlidir mənfi 2. Deməli, biz hansı 2 ədədi bir-birindən toplayanda mənfi 2, vuranda isə mənfi 5 edir bu. Deməli, ola bilər mənfi 7 ilə müsbət 5, düzdürmü? T1 olar mənfi 7, T2 olar müsbət 5. Çünki toplayanda mənfi 7 ilə 5-i toplasam mənfi 2 verir. Mənfi 7 ilə 5-i vursam mənfi 35 verir. Deməli, mənfi zaman da mənfi ola bilməyəcəyi üçün T2 olur 5. Yəni Y variantı. 53-də deyir ki, harmonik rəqs edən yaylı rəqqasın tarazlıq vəziyyətindən olan yer dəyişməsinin zamanın asılılıq qrafiki verilib. Qrafikin AB hissəsinə uyğun zaman intervalında. Bax, qrafikin AB hissəsində cisim elə bil ki, XM-i bunun nə olur? Azalır. Yəni, yer dəyişməsinin qiyməti azalır. XM harada olur? XM, bax, elə bil XM-dən 0-a doğru gəlir də. XM, yəni yer dəyişmənin maksimal qiyməti, yəni amplituddur. Yer dəyişmə özünün maksimal qiymətini harada alır? Bax, XM dedik, azalır. Yer dəyişmə özünün maksimal qiymətini harada alır? Kənar vəziyyətdə. Deməli, bu cisim kənardan tarazlığa doğru hərəkət edib. Kənardan tarazlığa doğru hərəkət edəndə hansı kəmiyyətlər necə dəyişir? Bax, bunu müəyyənləşdirməliyik. Mənə birincidə deyir ki, cismin sürətinin modulu azalır. Əksinə, cismin sürətinin modulu artır. Niyə görə? Çünki rəqqas istər yaylı rəqqas olsun, istər riyazi rəqqas olsun, kənar vəziyyətdən tarazlıq vəziyyətinə doğru hərəkət edəndə o yeyinləşən hərəkət icra edir. Yeyinləşən hərəkət icra edən cismində bilirik ki, sürəti artır. Deməli, onda sürətin modulu artır, düzgün cavab olur. Yəni, azalır, yox. Ona görə biri seçmirik. İkincidir, cisim bərabər yeyinləşən hərəkət edir. Bəli, kənar vəziyyətdən tarazlığa doğru hərəkət etdiyi üçün bərabər yeyinləşən hərəkət edir. Cisim tarazlıq vəziyyətinə doğru hərəkət edir. Doğrudur. Çünki kənardan tarazlığa bayaqdan deyirik ki, hərəkət edir. Əvəzləyici qüvvənin modulu artır. Əvəzləyici qüvvənin modulu əksinə azalır. Orada azalan təcillə yeyinləşən hərəkət icra edir. Çünki kənardan tarazlığa doğru gələndə sürət, impuls, kinetik enerji, bunların qiyməti artır. Əksinə qüvvədir, yer dəyişmədir,
təcildir və potensial enerjidir. Bunların isə qiyməti əksinə azalır. Ona görə vəzləyici qüvvənin modulu artırsa variantı səhvdir. Cismin impulsun modulu artır. Bəli, impulsun modulu artır, çünki artır. Ona görə 2, 3 və 5 düzgün cavablardır. 54-də deyir ki, 15 dəqiqə ərzində saatın dəqiqə əqrəbinin uc nöqtəsinin getdiyi yol 9 sm-dir. Əqrəbin uzunluğu neçə santimetrə bərabərdir? Deməli, bu t kiçik t-dir bizdə, 15 dəqiqə verib. Saatın dəqiqə əqrəbinin də dövrətmə periodunu bizə lazımdır ki, nə qədərdir? Dəqiqə əqrəbinin dövrətmə periodu bilirik ki, 1 saatdır. Saatı da dəqiqəyə çevirsək 60 dəqiqədir. İndi mənə deyir ki, getdiyi yol 9 sm-dir. Deməli, L də 9 sm-dir. Mən burada nəyi tapa bilərəm? T bərabərdir T bölünsün N-ə görə. Gəlin bir N-i tapaq görək bizim bu əqrəb nə qədər dönüb. Deməli, T-miz nə qədərdir? 15, böyük T də 60-dır. Olur 4də 1. Deməli, 15 dəqiqə ərzində saatın dəqiqə əqrəbi çevrənin 4də 1-ni dönübdür. Onda 4də 1-də getdiyi yol 9 sm-dir. L bərabərdir. Ümumi 2 piyer deyil, 2 piyer vurulsun 4də 1. Bu eləyir 9-a bərabər. Bunlar ixtisar getsə, qalır pi r bölünsün 2 bərabərdir 9. Pimiz 3-dür, r-i axtarırıq, böl 2 bərabər 9-a. 3 ilə 9 ixtisar gedər, r bərabər olar 6 sm. Deməli, bizim əqrəbin uzunluğu 6 sm bərabərmiş. 55-də nə deyir? Deyir ki, kütləsi 35 kiloqram olan yük tərpənməz blok vasitəsilə qaldırılır. Blokun faydalı iş əmsalı 70% olarsa, ipin ucuna tətbiq olunan qüvvə neçə newtona bərabərdir? Tərpənməz blokda faydalı iş əmsalı eta bərabərdir. mg bölünsün f vurulsun 100% ilə təyin olunur. Məndən f-i soruşur. F bərabərdir. mg bölünsün eta vurulsun 100% bərabərdir. 35 vurulsun 10 bölünsün etamız 70 vurulsun 100. Bununla bu gedir, bu da bununla eləyir 500 Newton. Deyir, kütləsi 500 qram olan cismin sürətinin zamandan asılılıq qrafiki verilib. Neçənci saniyənin sonunda cismin kinetik enerjisi 64 Joule'a bərabər olar. Bax, kinetik enerji mv kvadratı bölünsün 2-dir. Gəlin biz buradan bir v-ni tapaq, görək v-miz nə qədərdir? 2y kinetik bölünsün m bərabərdir. Kökün altında 2, y kinetikimiz 64-dür, vur 64. M-imiz də 500 qramdır, yəni 0,5 kiloqramdır. Bu bizə verəcək, deməli, bundan bu ixtisar getsə, daha doğrusu 64-ü 0,5-ə bölsə eləyəcək 128. 128-i də 2-yə vuranda, kökün altında deməli 16, 256, 256-dan da kök çıxır, deməli 16. Deməli, bizim sürətimiz 16 metr bölünsün saniyədir. Bunu tapdıq. İndi deyir ki, neçənci saniyənin sonunda. Bax, gəl biz bu qrafikdən nəyi müəyyənləşdirək? Grafikə baxanda görürəm ki, qrafik başlanğıc sürəti olmur, yoxdur, daha doğrusu V0 sıfırdır və yeyinləşən hərəkət edir. Yeyinləşən hərəkət üçün V bərabərdir, V0 üstə gəlsin AT-dir. V0'ım yoxdursa, onda V olur AT. Digər tərəfdən mən buradan A-nı da tapa bilərəm bu qrafikdən. A bərabərdir. Deməli, 4 bölünsün 5-dən tapsaq, eləyəcək 0,8. Gətirib yerinə yazsam, T-ni taparam. T bərabərdir. Bax, sürətim nədir? 16. 16 bölünsün 0,8. Bundan bu 8-ə ixtisar getsə, burada 2 qalır, burada 0,1 qalır. Burada eləyir 20 saniyə. Deməli, 20-ci saniyənin sonunda bizim kinetik enerji 64-ə bərabər olacaq. 57-dir. Uyğunluğu müəyyənləşdirin. Bloklar sistemində çəkisi P olan yükü ipin ucuna tətbiq olunan F qüvvəsi ilə tarazlıqda saxlayır. Blokların çəkisi və sürtünmə qüvvəsi nəzərə alınmır. Gəlin bir-bir bütün bunların hamısını nəzərdən keçirək. Bax, fikir ver. Burada ipin ucuna F qüvvəsi tətbiq olunur. Eyni ipdə eyni qüvvə olduğu üçün burada da F olacaq. Gəlirəm, burada da F olacaq. Deməli, bu P-ni saxlayan 2 dənə F-dir. Onda 2F bərabərdir P-yə. Buradan F bərabər olur P bölünmüş 2. İndi keçirəm eyni qayda ilə ikincini həll eləməyə. Bax, burada bura F-dirsə, onda burada F-dir. Buranı 2F saxlayır. Eyni ip olduğu üçün burada 2F olur. Deməli, bu aşağıdakı P-ni 2 dənə ip saxlayır. Biri F-dir, biri 2F-dir. Onda P bərabər olur 3F-ə. F buradan bərabər olur P bölünmüş 3-ə. Bu birisinə baxıram. Yəni, burada F-dir, eyni bax, ipdir, eyni iplərdir hamısı. Eyni iplər olduğu üçün burada da F-dir, burada da F-dir, burada F-dir, burada F-dir.
Bax, fikir ver, buradakı aşağıdakı P-ni elə bil ki, bax, 1, 2, 3, 4. Bax, bu 4 dənəsi bir yerdə saxlayır. Onda bura olur 4F. P bərabər 4F-ə, F də bərabərdir. Deməli, P bölünmüş 4. Buna baxıram. Burada qüvvə F-dir. Gəlirəm, bax, bura F-dir. Burada F-dir. Aşağı düşürəm, bura 2F-dir. Eyni ip olduğu üçün burada 2F-dir. Bax, bura 4F olur onda. Aşağıda P-dirsə 4F bərabərdir P-yə. F bərabər olur P bölünmüş 4. Digərinə də baxıram ki, elə bir dənə tərpənməz blokdur. Bura F-dir, aşağıya da P-dir. F bərabər olur P-yə. Söz qutardı. İndi uyğunlaşdıracağım. Deməli, F bərabərdir P bölünmüş 2. P bölünmüş 2-ni A-da tapdıq ki, A-dadır. P bölünsün 4. P bölünsün 4'ü bir C'də, bir də D-də tapdıq. Bura olur CD. P bölünsün 3'ü də tapmışdıq B-də. Bu olur B. Y isə heç birinə uyğun gəlmir. 58-də deyir, yer səthindən şaqül yuxarı atılan cismin maksimal qalxma hündürlüyü 20 metrdir. Koordinat oxları üzərində müvafiq qiymətləri qeyd etməklə cismin sürətinin modulunun zamandan asılılıq qrafikini çəkin. Bax, şaqülü yuxarı atılan cisimdə H maksimalın düsturu H maksimal V0 kvadratı bölünsün 2J'dir. Gəl buradan V0'ı tapaq. V0'ımız kök altı 2JH-dır. Bu olur 2 vur 10 vur 20'dən eləyir 20 metr bölünsün saniyə. Digər tərəfdən H maksimal qalxma müddətini də bilməliyəm. V0 bölünsün J. Bu da eləyir 20 bölünsün 10'dan 2 saniyə. Deməli, gəlin görək şaqülü yuxarı atılan cisim ümumiyyətlə necə hərəkət edir. Bax, elə bil ki, mən cismi buradan 20 ilə atıram. Bu qalxır, 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 sonra düşür təzədən atıldığı yerə. Bu onda necə hərəkət etmiş olur? Hərəkətin birinci hissəsində, yəni bu H maksimalı qalxana qədər yavaşlayan hərəkət edir. Sonraki hissədə isə bu cisim yeyinləşən hərəkət edir və sanki sərbəst düşən cisim sərbəst düşür. Yəni ki, hərəkətin ikinci hissəsində sərbəst düşür. Niyə görə? Çünki maksimal qalxma hündürlüyündə sürət bir an 0 olur və yenidən cisim əks istiqamətdə hərəkət edir. Mənə də deyir ki, sürətin modulunun zamandan asılılıq qrafikini çək. İndi sürət, başlanğıc sürətim 20-dir də. 20-dir. Onda bu cisim əvvəlcə yavaşlayan hərəkət edib T qalxma müddətinə qədər. T qalxmamız da burada nə qədərdir bizim? Deməli, tapdıq ki, 2 saniyədir. Deməli, 2 saniyə yavaşlayır, sonra isə əks istiqamətdə başlayır, sərbəst düşür, yəni yeyinləşir. Bax, belə. Qrafikimizdə bu şəkildə modulu bu formada çəkiləcək. Bura saniyə olur, bura metr bölünsün saniyə olur. Bax, belə. Əvvəlcə yavaşlayır, daha sonra isə əks istiqamətdə yeyinləşir. Əgər bizdə desəydi ki, sadəcə sürətin zamandan asılılıq qrafikini çək, onda qrafikimiz belə olardı. Bu şəkildə x-ox istiqamətdə 20-dən başlayan, x-ox istiqamətdə yavaşlayardı, sonra əksə yeyinləşərdi. Baxın, bu şəkildə burada olardı 2 saniyə. Belə. 59-da deyir ki, sıxlığı suyun sıxlığından böyük olan cisim ən kəsin sahəsi 20 cm kvadrat olan silindrik qabdakı suya salındıqda suyun səviyyəsi 4 cm dəyişir. Cismin kütləsi 300 qram olarsa, qabın oturacağı tərəfindən cismə təsir göstərən reaksiya qüvvəsini hesablayın. Bax, deyir, sıxlığı suyun sıxlığından böyükdür. Deməli, əgər ki, bu cismin sıxlığı suyun sıxlığından böyükdürsə, onda həmin cisim gedib suyun dibinə çatacaq, yəni qabın dibinə batacaq. Belə təsəvvür eləyək, elə bil ki, bax, belə bir silindr qabdır. Belə daha dəqiq çəkək. Bax, bura silindrik bir qabdır. Silindrik qabın içərisində bura qədər tutaq ki, su var. Cisimimiz də bax dayanıb burada. Yəni, bayaq nə dedik? Dedik ki, cisim düşəcək qabın dibinə. Qabın dibində onda bundan hansı qüvvələr təsir göstərir? Təbii ki, bunun aşağıya doğru MJ-si var. Əks istiqamətdə mənə nəyi tap deyir? Deyir, reaksiyanı tap. Deməli, qabın cisimə təsir göstərdiyi reaksiya var. Bir də qabın içərisində su olduğuna görə, cisim də suyun içərisində olduğuna görə buna bir də Arximed qüvvəsi təsir göstərir. Və onda N üzərinə gəlsin F Arximed bərabər olmalıdır MJ-yə. Digər tərəfdən buradan N-i tapsam, N bərabər olur MJ çıxılsın F Arximed. Və mən nəyi bilməliyəm? Mən bilməliyəm ki, cisim nə qədər həcmə malikdir və cisim də bərabərdir. Əgər deyirsə ki, suyun içərisinə cismi saldıqdan sonra səviyyə 4 cm dəyişir. Deməli, onda
V bərabərdir S vurulsun delta H yaza bilərəm. Çünki S burada silindrik qabın sahəsidir, oturacağının sahəsidir. Delta H da suyun dəyişmə səviyyəsidir. Yəni cisim daxil edilməmişdən qabaqki suyun daha doğrusu qabın belə deyək həcmi, bir də cisim daxil edildikdən sonra qabın həcmi var. Yəni V1, V2 var da. O V1 çıxılsın V2 də cismin həcmini verir. O dəyişməni də bizə delta H ilə göstərir. Yəni 4 sm dəyişdiyini deyir. Sahə də dəyişmir. Yəni qabın silindrik qabın oturacağının sahəsi dəyişmir. Sadəcə hündürlük dəyişir. Ona görə yazıram ki, 20 vurulsun 10 üzəri mənfi 4 sm kvadratdan metr kvadrata keçirəm. Vurulsun 4 vur 10 üzəri mənfi 2 santimetrdən də metrə keçirəm. Bura eləyir 80 vurulsun 10 üstü mənfi 6. Deməli V-mizi tapdıq. Gətirirəm nə yazıram? N bərabərdir. M-imiz 0.3 vurulsun. J-miz 10 çıxılsın. Arximedin də yerinə yazıram Romayı, J, V batan. Yaxud da elə V batan da V cisimə bərabərdir deyə birbaşa V cismi yazıram. 3 çıxılsın. Romayemiz 10 üstü 3'dür. Vurulsun 10. Cisimimiz də 80 vurulsun 10 üzəri mənfi 6. Deməli, bura bizə verir nə? 3 çıxılsın. 10 üzəri 4. 10 üzəri 4 ilə 10 üzəri mənfi bu gedir. Mənfi 2 qalır. Bunun 8-indən də bunun 1'i gedir. Qalır 0.8. 3-dən də çıxıram 0.8 eləyir 2.2 Newton. Deməli, bizim reaksiya qüvvəmiz N 2.2 Newtona bərabər imiş. 60-da deyir, üfüqi taxta lövhənin bir ucuna cisim qoyulmuşdur. Həmin uc tədricən yuxarı qaldırılır. Hansı şərt ödənlikdə cisim sürüşməyə başlayır? Bax, elə bil ki, belə bir taxtadır. Taxtanın üstünə də bura bir cisim qoyublar. Sonra bu taxtanı yavaş-yavaş qaldırırlar bir ucunu. Bax, bu hala gəlir cisim. Bu vəziyyətə gəlir. Və belə olan halda deyir, hansı şərt ödənlikdə cisim sürüşməyə başlayar? Fikir ver, burada aşağıya doğru MJ var. Bu MJ'ni proyeksiya ayırsam, bura alfadırsa, burada alfa olur. Onda bura olur MJ kosinus alfa. Burada olur MJ sinus alfa. İndi hər iki sürüşmür. Sürüşmürsə burada əks istiqamətdə bir sükunət sürtünmə yaranır. Biz də bilirik ki, sükunət sürtünməsi nədir? MJ sinus alfadır. Yəni burada alfa bucağının qiymətini artırdıqca sükunət sürtünmə də artır və sükunət sürtünmə alfa bucağının müəyyən bir dəyəri var ki, həmin dəyərdə özünün maksimal qiymətini alır. Və biz də bilirik ki, sükunət sürtünmənin maksimal dəyəri artıq sürüşmə sürtünmədir. Deməli, sükunət sürtünmənin maksimum dəyəri sürüşmə sürtünmədir. Yəni sürüşmə sürtünməyə çatanda artıq sükunət sürtünmə özünün maksimal qiymətini alırsa, bu zaman cisim başlayır sürüşməyə. İndi sürtünmə qüvvəsi də, ümumiyyətlə sürüşmə sürtünmə qüvvəsi, burada cismə bir də N reaksiya qüvvəsi təsir göstərir də. Sürtünmə qüvvəsi, sürüşmə sürtünmə qüvvəsi mü N-dir. N də buradan görürəm ki, burada MJ kosinus alfa ilə tərazılaşır. Onda olur mü MJ kosinus alfa. Deməli, bayaq nə dedik? Dedik ki, sükunət sürtünməsi sürüşmə sürtünməsinin bərabərdir. Yəni, sükunət sürtünmənin maksimal dəyəri sürüşmə sürtünmədir. Onda yazıram mü MJ kosinus alfa bərabərdir MJ sinus alfaya. MJ'lər gedər. Buradan mü-nü taparam ki, mü tangens alfaya bərabərdir. Deməli, mü tangens alfaya bərabər olan anda cisim başlayacaq bu istiqamətdə belə aşağıya doğru sürüşməyə.